Bu tip sualların tapılması bəzən abituriyentlərimizə çətinlik yaradır. Təbii ki, sözün fərqli funksiyada işlədilməsindən gedir söhbət. Siz ekranda hal-hazırda həmin sual tipini görürsünüz. Yadda saxlamalıyıq ki, Azərbaycan dilində sözün 3 funksiyası var. 1. Poetik funksiya, yəni sözün məcazi mənada işlədilməsi. 2. İnformativ funksiya, yəni sözün həqiqi mənada işlədilməsi və 3. Sözün terminoloji funksiyası, yəni sözün termin kimi işlədilməsi. Bizə deyir ki, çərçivədə verilən ifadə və yaxud da altından xətt çəkilən sözü fərqli funksiyada işlədin. Əgər mətnimizdə bizə verilən ifadə, bizə verilən söz məcazi mənalıdırsa, təbii ki, fərqli funksiyada biz onu həqiqi mənada işlətməliyik. Məsələn, deyir ki, Əli bugün saat 10-da yuxuya getdi. Təbii ki, getmək sözü əgər mətndə məcazidirsə, biz onu həqiqi mənada işlətməliyik. Yəni, digər funksiya deyəndə məcazidirsə həqiqi işlədirik, mətndə həqiqidirsə məcazi işlədə bilərik. Məsələn, deyirəm ki, Əli axşam evə getdi. Burada getmək sözü həqiqidir, amma mətndə yuxuya getmək isə məcazidir. Bu tip videoların davamı üçün mütləq kanalıma abunə olursunuz. Eyni zamanda bəyəni paylaşıb rəy yazmağı unutmayın ki, bu tip videolar bir çox şagirdlərimizin qarşısına çıxıb onlara fayda versin. Hər birinizə imtahanda uğurlar arzu edirəm.